inşallah və məclisimizi açıq elan edirik. Təbii ki, Qaradağ Gənclər Evinin bayraq rəqsi olacaq Qaradağ Gənclər Evinin. Alqışlarınızla. Buyurun Qaradağ Gənclər Evi. Hörmətli tamaşaçılar, bir qədər öncə də qeyd etdiyimiz kimi Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlər üçün brifinq keçirdi və həmin brifinqdə açıqlanıb ki, bəzi torpaqlarımız işğaldan azad olunub. Gözünüz aydın olsun. Bizi